Salam qızlar, hər vaxtınız xeyir. Dünənki videonun altına görüm işdən çıxdım videosuna. Çox suallar gəlib, niyə işdən çıxdın, nəyə görə çıxdın, nə tez çıxdın deyən qızlarımız var. Sağ olsunlar, Allah razı olsun, söyle xeyrisi olsun. Xeyrisi nədirsə o olsun. Çox sağ olun xanımlar. Allah sizdən milyon dəfə razı olsun, məni başa düşən xanımlarımız. Bilirəm ki, bu videonu çəksəm, oturub danışsam, gah kövrələcəm, gah keçmiş günlərim yadıma düşəcək. Bir onu deyirəm ki, heç kimi qınamayın. Heç kimi qınamayın. Həyatda hansımızı hansı tərəfə sovurur, tulluyur, bilmirik. Heç kim bu həyatdan sığortalanmayıb. Ağlasam da, kövrəlsəm də üzürü sayarsınız. Kövrəlsəm, ağlasam, yəni işdən çıxdığıma görə yox, qətiyyən. Həmişə mən deyirəm ki, xeyrisi nədirsə o olsun. Qətiyyən pis olmamışam işdən çıxdığıma görə. Mamam demişəm, nə yatdım ki, nə yuxu görəm, 2 gün işə getdim, niyə pis oluram? Pis olmuram. Dedim ki, 1-2 suallar verilib, onları cavablandırım. Bu videonu yekunlaşdırım, qoyum yükləməyə. Mən də oturdum, qəşəng səhər yeməyimi zadımı yedim. İçdim, amma yığışdırmaq Sol bacınızı gözləyir. Həm yığışdıracağım, həm də sizin üçün yeni bir video çəkəcəm. Nəysə qızlar, işdən niyə çıxdım? Bilirsiniz ki, mən sizdən heç nə gizləmirəm. Yəni, özümlə bağlıdırsa, cavab verə biləcəmsə, cavabı verirəm. Yəni ki, Allahdan gizlin olmayan bir şey bəndədən necə gizliyim? Sadəcə olaraq işlə bağlı demirəm, nəyisə danışmaq barəsində. Qohumlarımız baxır, məsəl üçün, elə insanlar var ki, elə özünü aparır ki, məni qətiyyən izləmir. Amma danışığından mən sırası bilirəm ki, məni çox qəşəng izləyir, abunə olub, hətta zil səsini belə açıb ki, Solmazdan gün ərzində məlumat toplasın. Canları sağ olsun, nə istəyirlər onu deləsinlər. Yolları, bəxtləri həmişə açıq olsun. Amin Allah. Allah ruzularını bol eləsin. Həyatlarında o qədər xoş günlər olsun ki, o qədər gözəl günlər olsun ki, mən yadlarından çıxım. Məni heç belə düşünməsinlər ki, Solmaz neynədir. Nəysə qızlar, hər şərdə bir xeyir var. Mən heç vaxt, bax, dünənki videoda da dedim, işdən çıxdığıma görə pis olmuram. Əvvəl çox pis olurdum. Məsəl üçün, evə gələndə, bilirsiniz də mən necə evə bağlıyam, evə qaça-qaça gəlirəm. İşdən çıxıb evə gələndə. Avtobus gedirdisə, o qədər pis olurdum, az qalırdım ki, ağlayam. Elə bilirdim ki, vaxt getdi, zaman keçdi, mən balalarıma gec gəldim, çatdım. Gəlib yeməyi vaxtında pişirə bilmədim. Çox pis olurdum, ağlamaq məni tuturdu. Sonra bir dəfə oldu ki, mən gələndə lap təzə işlədiyim vaxtdan danışıram. Onda 7A nömrəli avtobusdan gedib gəlirdim Ayna Sultanova. Gördüm ki, avtobus avariya eləyib. Odur budur, mənə dərs oldu ki, Solmaz, bəlkə sən də avtobusun içində olacaqdın. Getdi, heç olmaz, 10 dəqiqə get çat. Bunun yəni qəbullanmışam. İşdən çıxanda isə həmişə deyirəm ki, hər şərdə bir xeyir var. Allah heç kimi peşman eləməsin bu yolda. Allah eləməmiş. Əlimdə bir şey olardı. Bəlkə xeyrisi bu imiş. Mən belə oldu. Allah məni bəlkə istəyirmiş ki, mən çıxdım. Çıxmağımın səbəbi də qızlar, biz çoxdan da danışırdıq. Hətta biz kəndə getməmiş, mən dedim ki, xanıma, aparım uşaqları yerləşdirəcəm, ayın onunda qonaqlıq olacaq. Ondan sonra mən istəmirəm, işə girim, dəqiqə başı işdən icazə alım. Necə ki, işçi götürəndə onlar narahatdılar ki, canların, qanların, balaların bizə etibar edirlər. Necə narahatdılar ki, nətər insan çıxacaq, necə insan çıxacaq. Siz elə bilməyin ki, hər deyilən dayələr də dayə işləyirlər. Nələr eləyirlər, nələr. Vallahi mən bu 10 illik stajımda nələr görmüşəm, nələr. Evyələr nələr danışıb, öz qabağıma çıxanlardan görmüşəm. Məsəl üçün, parkda uşaq gəzdirəndə görmüşəm ki, nələr eləyir, dayələr nələr. Nəysə, Allah bizim ağlımızı almasın ki, biz o vəziyyətə düşək. Necə ki, evyəsi, işçi götürəndə narahat olur, mən şəxsən öz adıma deyirəm. Mən də o evə gələndə narahatam. Əgər ki, mənim xoşuma gəlməyən bir yerdirsə, mən orada qətiyyən milyon versələrdə, mən işləmərəm. Nə də ki, mən gedəndə maaşımı danışıb gedirəm. Olub 2-3 dəfə o səhvə yol vermişəm, danışmamışam. Çünki birinci işimdə, bax mən sizə deyim, açıq-aşkar deyim, ilk işimə gedəndə 350 manat maaşa getmişdim. İllər öncə. Sonra Mənə ora göndərən xanım dedi ki,
sən onlara desən ki 400 elə, artırarlar maaşı. İstəyirsən denə. Mən də dedim ki, əgər mümkündürsə 400, dedilər problem yoxdur. Həmin ay elə bil ki, bax mən getdim işə görüşdüm, gəldim, onu həmişə deyirəm, ağzımda pambıqla getmişəm, işə o qədər ehtiyacım var idi. O gün yadımdan çıxmaz. Seyidxan rayonundaydı, mamam bilmirəm, bacısı gildəydi, haradaydısa. Mən 3 uşağın ağzını çöldən bağladım, açarla. Bacımın oğlu Allah canını sağ eləsin. Dedim ki, ilk dəfədir gedirəm, tanımıram. Xala qurban mənə apararsan oraya. İlk işimdir, ilk dəfədir kiminsə evinə görüşməyə gedirəm. Tanımadığım bir evə gedirəm. Həm dişim ağrıyır, həm işdən xəbər gəlib ki, gələ bilərsiniz görüşməyə. Ora getməliyim. Sağ olsun bacımın oğlu birinci apardı məni diş həkiminə. Axşam saat heç yadımdan çıxmaz. 8-ə demişdilər gələrsən. Çox qorxurdum getməyə. Özümün 30-31 yaşım var. 31 olardı, 31 yaşım olardı. Getdim dişimi çəkdirdim. Ağzımda pambıq. Mən o işə bacımın oğlu sağ olsun apardı. Uşaqların ağzını çöldən haçarla bağladım, getdim. Dedim ki, qorxmayın, tez gələcəm. İlk dəfə idi ki, mən uşaqları ilə tək qoyub gedirdim. Yəni ki, o dərəcədə işə ehtiyacım var idi. Getdim. Görüşdük. Uşağı mənə demişdilər 4-5 aylıqda. Sən demək, uşaq 20 günlük uşaqdır. Uşaq bir damcı, bu boydana. Getdim, görüşdüm. Dedilər ki, başqa bir nəfər də var, onunla da danışacaq, sonra sizə xəbər eləyərik. Gəldim evə, amma içim elə rahat idi ki, onlar məni çağıracaqlar. Sadəcə olaraq işçini belə, nətər deyim, yəni ki, demək istəmirlər də, bu evyələrində bu xasiyyət var. Demək istəmirlər, ay sizdən xoşumuz gəldi, götürürük. İlk dəfədən o sözü demək istəmirlər. Bilmirəm, nəyəsə görə onlarda da bu şeylər var. Yəni ev yerlərində, hamısında yox, amma bəzilərində var. Bu illərdir mən işləyirəm, görürəm. Nəyəsə qızlar, gəldim evə, sabah, yox elə həmin gün, haradasa saat 11 zad olardı, mənə xanım yazdı ki, bəs olmaz xanım, sabahlarım qapının ağzındakı kavralitin altına qoyacam haçarı, siz gəlib götürərsiniz, biz uşağı həkimə aparacaq. Aparırlar ki, yoxlatdırsınlar, sonra maması işə çıxsın. Dedim ki, problem yoxdur. Sabah özüm getdim. Getdim, uşağın otağını sildim, təmizlədim, tozlarını aldım, yığışdırdım. Bunlar gəldilər evə. Gəldilər, o iş, bu iş. Mən orada işlədim 3 il. Nəysə, belə qızlar, maaşa gələndə sözü buradan vurdum, oradan çıxdım, maaşa sözü gətirirdim. Onlar mənə elə bil ayın bilmirəm, neçəsə başladım, biri başladım, neçəsi başladım. Ayın 5-i idi, zərfin arasında xanım gətirdi mənə pul verdi. Qoydu stolun üstünə. Heç vaxt əlimə gətirib pul verməyib. Bax, həmin o xanım. Həqiqətən, heç vaxt haqqlarını itirmərəm. Allah razı olsun. Hər yerdə də demişəm ki, hara getsəm, ilk işim kimi heç kim ola bilməz. Çox gözəl ailə idilər, cavan ailə idilər. Stolun üstünə qoydu ki, bu sizin maaşınızdır. Mən də dedim ki, mən hələ işləməmişəm də, bir ayın axırında maaş alırlar. Dedi ki, yox, götürün, halal xoşunuz olsun. Gəldim, heç yadımdan çıxmır. Gəldim Vaykikiyə. Ataşa batinka aldım. Çünki payıza dönürdü. Uşağın ayağında ayaqqabı idi. Heç evə gəlmədim. Seyidxan rayondan gəlmişdi. Dedim ki, Seyidxan, Ataşı gətir, Vaykikiyə gətirdi, Neftçilərdəkinə. Girdim oradan Ataşa ayaqqabı zad, 1-2 dənə kofta zad aldım. Sevinirəm ki, maaş almışam. Orada mən onda Herbalife-də işləyirdim. Yəni ki, işim var idi. Sadəcə olaraq Herbalife-də maaş ay-bay gəlir olur. Yəni dolanış YouTube kimidir də. Məsəl üçün nə qədər nə işləmisənsə o qədərini alırsan. Bir də görsən çox olur, bir də görsən az olur. Yəni aylıq ürəyin istəyən kimi maaş alıb xərclədiyin kimi xərcləyə bilmirsən. Çünki məsəl üçün deyirəm, bir aya 2000 pul qazanmısansa, o da baxır sənin müştərinin olub olmayıb, onun aparıb 1200-ün, 1300-ün məhsula verirsən. Yerdə səndə qalır 600 vergi ilə zatla 500 manat qalır, qalmır. Allah bilir. O da təxmini deyirəm hansısa. Yəni hər ayda eyni olmurdu. Sonra gəldi evə, mən zərfin içine heç baxmadım ki, mənə nə qədər pul veriblər. Sadəcə olaraq oradan 100 manat götürdüm, xırdaladım, uşağa 1-2 ayın oyun aldım.
Gəldim evə, marketə girdim, uşaqlara biraz şirniyyat zad aldım, gəldim, xoşlarına gələn şeylər ki, mamaları maaş alıb gəlib ürəklə xərcləyirəm. Gəldim, evə baxdım ki, zərfin içində 400 manat pul qalıb. 100 manatı səhər işə gedəndə götürdüm, getdim, dedim ki, bəs artıq vermişsiniz. Dedi, artıq verməmişik, halal xoşunuz olsun, o sizin haqqınızdır. Mən o işimdə o qədər peşman oldum, o qədər pis oldum ki, mənim ilk işim idi. Keşkə mənə deməzdilər ki, denən 50 manat da artırsın. Gör nə qədər bunlar insan adamdır ki, 150 manat mən getdiyim maaşdan artıq 150 manat verib. Hətta heç 2 gün deyil mən işlədiyim. Çox peşman oldum. Sonra öz-özümə dedim ki, mən hansı işə getsəm mən maaş danışmayacağam. Sonra getdim, gördüm ki, yox, insanlar hamı belə deyilmiş. Hamı fərqli düşünür. Nə qədər ki, yəni o ilk işimdən sonra çox imkanlı ailələrdə işləmişəm. Çox, həddən artıq çox imkanlı ailə. Yəni onların imkanına baxmış, bunların imkanı bəlkə də 50 qat çox idi, təsəvvür edin. Amma pul vermək istəmirlər işçiyə. İşçini qul yerinə qoyurlar, işlədirlər, pul vermək istəmirlər. Çox peşman olurdum ki, mən keşkə bunlarla bayramlarda danışardım, keşkə maaşımı da danışardım. Mən elə hiss edirəm ki, hamı belədir. Görür ki, sən yaxşı işçisən, sənin maaşını artıq verirlər. Nəysə qızlar, mən burada elə bil ki, heç 1 il olmadı da, 8 ay, 9 ay mən oradan 600 manat elədilər maaşımı gələn ay. 600 manat maaş aldım. Elə bil 8-9 aydan sonra mənim maaşımı elədilər 800 manat. O vaxtda 800 manat hələ maaş almırdılar. Amma mən də o uşağın üstündə həqiqətən halal xoş olsun, çox əziyyət çəkirdim. Təsəvvür edin, mənim öz uşaqlarımı o uşaq qısqanırdı, mənə mama deyirdi. Mən ona öz evladım kimi, Ataş da balaca idi, 4-5 yaşındaydı. Mən o uşağa öz anası kimi baxırdım. Şərt o deyir ki, dünyaya gətirəsən uşağı. Anadan da bəlkə artıq baxırdım, inanın o uşağa. Tək o uşağa yox, getdiyim bütün uşaqlara. Mən həmişə demişəm ki, mən aldığım pulu balalarıma yedizdirəm. O pul mənim balalarıma haram olar. Mən halallıqla işləmişəm. Əlbəttə ki, səhvimiz də olub, düzümüz də olub, dörd-dörtlük heç kim ola bilməz, içi özüm qarışıq. Amma vicdanla çıxdığım yerlərdən o qədər rahat çıxmışam ki, mən heç kim, o qədər başıma oyunlar gəlib ki, koleskər səs dinləyici qoşublar. O özü elə böyük bir, yəni mən onu onlara sübut eləyə bilərəm. Yəni mən onları onunla polisə də verə bilərəm. Yəni işdən çıxartmaq üçün maaş verə bilmirsən, vermə. Hamı daya tutub, ya sən də tutmaq məcburiyyətində deyirsən, uşağına baxa bilmir. Birinci işimdən söhbət getmir, sonraki işlərdən. Sonra deyirlər, niyə çıxdın, bizim qohum 15 il işlədi, 10 il işlədi, 3 il işlədi. Bilirsin necədir, mən sosial şəbəkəliyəm deyə sizin gözünüzə belə görsənir də, tez-tez iş dəyişir, nə bilim, amma onlar da dəyişirlər. Ya çox gözəl insandır mənim birinci işim kimi, insan çıxıb qabaqlarına, başın salıb aşağı. Mən o vaxt görmüşəm ki, mənə 21 gün illik otpuska verirdilər. Amma ondan sonra heç birində görməmişəm. İnsan olmaq bu həyatda çox çətin bir şeydir. Pulun ola bilər, varın ola bilər, devlətin ola bilər, amma insan ola bilmərsən. Həqiqətən. Nəysə, mən birinci işimdən çox razı idim. Sizə elə xırdalıqlar sayaram ki, nə bilim, yəni onun bu birisi işlərimin heç birində görməmişəm mən. Nəysə qızlar, nəyə sözümü gətirirdim? Ondan sonra mənə hər ay 800 manat maaş verirdilər. 800 manat, yəni o vaxtın maaşı heç kimdə yox idi. Maksimum 400, belə 6-cı bazar gündə işləsəydi bəlkə, onda 800 manatı kruqlusuqa işləyənlər alırdı. Nəysə, qaldı ki bu işmə. Mən dedim ki, gedim uşaqları yerləşdirim, rayona gedim. Aylin xanım aparım evlərinə, orada qonaqlıq olacaq, onları yola verim, gəlim, sonra gələrəm. Məbləği də danışdım. Çünki dediyim kimi başıma bu iş gəlib deyə, bayramları zadı, bayram günü məni işə çıxardan ev yiyələri olub. Dirəşirlər ki, çıxmalısan. Nə deyim? Deyim, çıxmıram, deyir ki, xoş getdin, işdən çıx.
İşini də itirməmək üçün məcburiyyətdən çıxırsan. Ona görə də bayramlarda danışıram. Sonra mən hər dəqiqə toya gedirəm, icazə verin. Nə bilim, ora gedirəm, icazə verin. Elə bir xasiyyətim yoxdur, siz də onu görürsünüz. Halallıqla işləyirəm, istəyirəm qarşımdakı da halallıqla yanaşsın mənə. Asan bir şey deyil. Kiminsə uşağın nazı ilə oynamaq, kiminsə uşağın kaprizi ilə oynamaq, kiminsə uşağına qulluq eləmək, sıfırdan uşaq böyütmək asan bir şey deyil. Asan bir şey olsa özləri baxarlar. Yəni asan da olsa özləri baxarlar. Asan deyil. Hə, bəzi mamalar var, işləyirlər. Bəziləri deyir, pulum var, dayə tuturam. Baxmaq istəmirəm. Dünyaya gətirmişəm, o demək deyir ki, deyir, mən bu uşağın qulu nökəri olmalıyam. Elə mamalar da var. Mən deyir, bu həyata bir dəfə gəlmişəm, bir dəfə yaşamaq istəyirəm. O da onun şəxsi fikridir. Yəni biz ona heç nə deyə bilmərik. Mən bu işi bacarıram, gedib işləyirəm. Onu da Allah ruzusunu elə verib, elə tutur, işlədir dayəsin. Sözümü nəyə gətirirəm? Dedi, ayın 15-də elə, ən yaxşısı 15-də. Dedi, amma 1-2 aya mən işə çıxacam. Mənə demədilər ki, mail gəlməlidir, görə işə girəcəm, girməyəcəm, heç nə elə bir şey deyilmədi. 2 gün işə getdim. Ataş gəldi, üzrsən, yarımçıq qoydum, videonu getdim. Nəysə, mənə demədilər də ki, yəni bizdə işi axtarırıq, işimiz alınsa siz bizdə işləyəsiniz. Mən hətta xanıma yazdım. Dedim ki, mənə belə-belə 2 dənə iş var. Əgər sizin fikriniz dəqiqdirsə, mən sizə gəlim. Dedi ki, hə, Solmaz xanım. Ayın 15-dən gəlin, yəni ki, 15-dən 15-nə ayırış vaxtı da olar. Belə işləyirsiniz. Mən də getdim. 4-cü gün işlədim, 5-ci gün işlədim. Uşaq çox mamaya bağlı uşaqdır. Ana südü içir. Yəni onu mamadan ayırmaq biraz qəliz məsələdir. Amma yenə də uşaq mənlə oynadı, güldü. İlk dəfə görəndən cici elədi. Hətta maması, papası dedi ki, bu yəni ilk kimi görürsə ağlayır. Amma sizi gördü, ağlamadı. Çox yaxşı reaksiya verdi. Mən görən hələ bu vaxta qədər görməmişəm ki, hansısa uşaq məni görə çığıra, ağlaya, qışqıra və yaxud da gəlməyə qucağıma. Elə bir şey olmayıb. Yarım saat, 1 saat yenə də o uşaq mənim qucağıma gəlir. Nəysə qızlar, çimizdirdim də, nə bilim, əynində dəyişdim, oynadım da. 2 gün normal hər bir şey, normal qaydasında idi. Gəldim 6-cı gün, bazar günü, günortadan sonra uşağın maması yazdı ki, Solmaz xanım, bəlkə də sizə belə, nə bilim, beyninizdə nə fikirlər var, bilmirəm. Çünki çox suallar gəlib ki, niyə çıxdınız işdən? Bilmirəm, nə fikirləşirsiniz mənim haqqımda, amma belə olur. Yazdı ki, Solmaz xanım, haqqınızı halal eləyin, istəməzdim belə olsun, istəməzdim istirahət günündə sizi narahat eləyəm. Bəs mənə mail gəlib ki, dünən axşam, bilmirəm sizə necə deyim, bəs mən işə qəbul olmamışam. Mən də bir müddət iş axtarıb tapana qədər, bəlkə açansa yenə qismət olar sizinlə bir yerdə işləyərik. Bizə çox xoş oldu, çox razı qaldıq. İş tapmasam, yəni özüm baxacam uşağa. Yəni iş tapmasam, yəni o məbləği ödəmək imkan yoxdur. Belə çıxdı sözündən. Nəysə qızlar, xeyrisi nədirsə o olsun. Amma dayıya götürəndə çox xahiş eləyirəm. Çox xahiş eləyirəm. Buradan mamalar da izləyir məni. İndi başlıq yazacam deyə hamısı gələcəklər. Əvvəl işlədiyim ailələrdən də girib baxacaqlar ki, Solmaz nə danışıb, nə deyib. Dayıya götürəndə 100 ölçün, 1 biçin. Mən də o bir işimə atqaz elədim. Mənim indi işləməyə ehtiyacım varmı? Var. Bilirsiniz ki, mən demişdim ki, getməyəcəm işə. Amma həyatda sizə demədiyim şeylər var. Məsəl üçün demirəm, niyə işə çıxıram. Amma ehtiyacım var. Ən birincisi başlıcası, Ataş böyüyüb, artıq 8-ci sinfi demək olar ki, bitirir. Özünüz bilirsiniz bu yaşda uşaqları olan. Onu oxutmaq üçün. Nərgizin illik pulunu ödəmişik, amma gözümüzü açıb yumacaq, avqust ayı gəlir. Onu ödəmək var. Yəni sizə demədiyim bir çox şeylər var. Amma demək istəmirəm, yox. Demirəm, dediyim kimi qohumlarımız da baxır, yad adamlar da baxır. İstəmirəm. Deyə bilmədiklərim də var. Hər şey demək olmur. Baxır, nəyi deyə bilirəm sizə. Ona görə də məni düzgün başa düşün. Yadınızda da işdən çıxanda demişdim ki, işləmək istəmirəm.
Sonra öz-özümə dedim ki, olmaz. Sən Allahdan böyük danışma. Heç birimiz bu həyatdan sığortalanmamışıq. Bilmirik ki, yarım saat sonra başımıza nə iş gələcək, nə tər olacaq. Mən evimə çox bağlı insanım. Bilirsiniz ki, evimə dəhşət bağlı insanım. Evimə bağlı bir insanım, dəhşət bağlı bir insanım. Əlbəttə ki, könül istəmir işləmək, amma məcburuq, işləməliyik. Mənə həftədə 2 dəfə, 3 dəfə, Allah bir dəfə o daha sərf eləyir. Məsəl üçün, elə bil aylıq pulu böləndə, gündəlik gedəndə o aylıqdan da çox çıxır. Yəni bir gün, 2 gün işləyəndə o pulun elə bil 2 qatını alırsan. Mənə o sərf eləyir. Olsa nə yaxşı mənə üçün. Olmasa da canımız sağ olsun, ac dörük, açıqda dörük, çöldə qalmamışıq, küçədə qalmamışıq. Amma ehtiyac varmı? Var. Yəni işçi də götürəndə bu işçini də başa düşmək lazımdır ki, mən 2 gün sonra bu işçini çıxardacağam. Səbəb nədir? Çox götür qoy eləyin, fikirləşin, ondan sonra işçini işə götürün, görün büdcəniz əl verəcək, verməyəcək. Eyrisi nədirsə o olsun, neynəyək? Alnımıza nə yazılıbsa onu da görürük. Nəysə qızlar, hamınızı öpürəm. Özünüzə yaxşı baxın, Allaha əmanət olun. Allah bizi həmişə yaxşı insanlarla qarşılaşdırsın. Tək məni yox, hamınızı yaxşı insanlarla qarşılaşdırsın. Hamınızı mat eləyirəm, yaxşı ki varsınız.